Kızlar, geçen yaya nispeten bu yay benim güven yerim iki olub. Biri Allah, ikincisi SPF 50. Diyeceksiniz niye? Çünkü güneş elə vurur ki 15 dəqiqə çöldə qal, evə qaydanda görəcəksən ki kabab olubsan. Bu yaydan elə çıxmalısınız ki pasport şəkliniz yaydan sonra pasport şəklindəki insan olarak qalasınız. Bakın, kimler bu kremi vurursa bu krem konkret olarak güneşe karşı çığırır ve deyir ki stop. Burada kapı bağlıdır. Yani güvenli şuaları artık sizin dərinizi keçid edə bilmir. Bak bu balece var ha bu stik. Onu tulursan çantana, burnun qaraldı, hop çek. Alnın parladı, hop çek. Yani kızlar, güneş çıktı, sevgili yok. SPF aktar. Bakın bu sarı möcüzə var ha. Bak bu makyajı elə təmizləyir ki, sanki hayatındaki bütün problemli insanları silip atıbsan. O derecede yani. Hele bu var ha, bak bu elə belə krem deyil ha. Bunu əllərində çəkirsən, özünü Dubaydan gelmiş blogerlər kimi hiss edirsən. Bu kremin xüsusi ətri var. Əlinə vurursan, yanından keçən ətrini hiss edir və qayıdıb sənə sual verir. Bu hansı bağlı həyatındır? Əllərim əvvəllər o qədər quruyurdu ki, yani parmak iziyle adi harasa daxil olursan ha, açar parol kimi. Parmak izini ben tanımadım. Ancak bu kremler istifadeden sonra eller yumuşaq, qoxu super, aura ise milyonluk. Hele plus da bu breloku sumkandan asırsan, sanki etrafına qışqırırsan ki, kasıb ola bilərəm, amma zövqlü və baxımlı kasıbam. Kızlar, unutmayın, eli yumuşaq olmayan kızın nazı da yarımçıq qalır. Ümumiyyətlə isə yazda, yayda SPF sürtmeyen kızların səhər bir renk olur, günorta bir rengi, akşam ise tam başka rengi. Siz necə? Bir renkli, bir sərtli xanım olmaq istəyirsiniz, yoxsa müxtəlif renkli? Özünüz seçin.